Yeni məzunların məlumdur ki, CV-sində heç bir təcrübə olmur. Onlar nəyə fokuslansın? Daha çox gedib könüllülük proqramları edib, təcrübə proqramlarında mı iştirak eləsin, yoxsa bir 3 ayını ayırıb, məsələn, gedib o tələb olunan sertifikatlardır, proqramlardır, ofis proqramlardır və s. bunları mı öyrənsin? Məncə bunların ikisini bir yerdə eləsin. Yəni sadəcə təcrübə və könüllülüklə də bir iş olmur. Çünki könüllülükdə, məsələn, soruşurlar ki, nə iş görmüsən könüllülükdə? Mənim birinci könüllülüyün işinin adı nə idi? Əlimdə bir dənə plakat tutmuşdum, sağa işarəsi var. Sağa gedin. İndi sağa gedin, gəlmisən böyük bir holdinqə. Neynəmsən? Heç nə. Bir dənə plakat tutmuşam, sağa gedin. Bunu sən kimlə verəcək? Heç kim. Amma o sağa gedin məsələsi səndə müəyyən bir idarəçilik və o komanda, proses və s. bunu öyrənmisən. Yəni o sağa gedin əslində bir mənasız bir şey olsa da, onun sənə ötürdüyü bir şey var. Amma sertifikatlar, biliklər sənin oradakı verdiyin biliyin nəticəsini təsdiq edən sənədlərdir. İndi saxta sertifikatlar da çoxdur. Yəni kurslar, məsələn, tələbənin biri mənə müraciət eləmiş ki, müəllim, 200 manata 10 dənə sertifikat mənə təklif edirlər. Səncə bunların hamısını alım, yoxsa hansını alım? Mənə çox maraqlı qaldı ki, necə yəni 200 manat 10 dənə sertifikat? Yəni başa düşdüm ki, pulunu verir, sertifikatını alır. Təbii ki, o sertifikatın altını müsahibədə həmin o HR, həmin o mütəxəssis soruşacaq və siz onu boş gedən kimi avtomatik olaraq siz CV bazasından çıxaracaq. Hətta mən HR tanıyıram ki, boş tapdığı adamlar hansı ki, reallığa uyğun gəlmir CV-si, özünü orada şişirdib, öz HR qrupları var, ora göndərir ki, yəni bu boş adamdır, sizə gəlsə ondan uzaqlaşın. Karyerasını yandırır durduq yerdən. Tövsiyə nədir? Tövsiyə odur ki, təcrübə proqramlarında olmusan, idarə etmənin içinə nüfuz etmirsən, sən başa düşmüsən, idarə etmə nə olan şeydir, orada plakat tutsan belə. Amma gələcəkdə sən rəhbər olmaq üçün, mütəxəssis olmaq üçün hansı hard skilllər lazımdırsa, onları da bilmən lazımdır. Bunlar birinci növbədə ofis proqramlarıdır. Adi printerdən istifadə qaydası, skanerdən istifadə qaydası, necə çapa verir, 200-lü necə çapa verir. Yəni, çox gənclər biz baxırıq təcrübə proqramlarında dəhşətə gəlirik. Yəni, adam ömründə print eləməyib. Dostum, yəni burada nə böyük problem var ki, sən bunu getdiyin kursda öyrənə bilərdin. Sən azından təcrübəçi kimi geçsəydin, 100% sənin printerin başına qoyacaqlar. Deyəcəklər, get bunları Xerox-ə gəl. Onu orada öyrənərsən. Gör, bunu kursda çox vaxt öyrətmirlər. Elə həmin o mühitdə öyrədilər. Ona görə təcrübə plus kurs gözəl bir nəticə verir.